Azərbaycanda sənədli film sahəsinin tərəqqisi istiqamətində aparılan islahatlar sırasında Akidoks sənədli filmin inkişafı və pitching layihəsi xüsusi yerə malikdir. İştirakçı seçimlərinin yekunlaşdığı və təlimlərin başlandığı layihədə beynəlxalq kino mütəxəssisi Twisted Müller onların düşüncələrini və təsəvvürlərini öyrəndi. Beynəlxalq platformalarda pitching prosesi, pitching üçün zəruri olan materiallar, layihələri pitchingə hazırlamaq qaydaları haqqında da məlumat verildi. Burada olmaqdan məmnunam. Ümid edirəm ki, burada olmaq mənim sənədli film hazırlanmasında böyük təcrübələrimdən birinə çevriləcək. Layihə çərçivəsində gənc rejissorlarla görüşdük. Ümid edirəm ki, bu layihə Azərbaycanda kino sənayesinin inkişafına və qarşılıqlı fikir mübadiləsinə müsbət təsir göstərəcək. Aprelin 29-na qədər davam edəcək Akidoks sənədli filmin inkişafı və pitching təlimlərinin növbəti günlərində iştirakçılarla fərdi ünsiyyət, layihələrinin inkişafı və pitchingə hazırlanması üzrə təlimlər təşkil olunacaq. Layihəyə iştirakçı kimi seçilən tam hüquqlu layihələrin müəllimlə 2 saat olmaq şərti ilə belə deyim, birə-bir görüşləri baş tutub. Həmin görüşlərdə müəllim onların yazılı müraciətinə cümlə-bə-cümlə fikir bildirib, nəyi dəyişsə yaxşı olar, nəyin dəyişilməməsi yaxşıdır. Xatırladaq ki, Avropa sənədli filminin ulduz mentoru Twisted Müllerin iştirakı ilə Akidoks sənədli filmin inkişafı və pitching beynəlxalq layihəsi aprelin 22-si başlayıb. Təlimlərdə ümumilikdə 11 layihə və 5 dinləyici iştirak edir. Oruc Ələsgərov, Elçin Tağıyev, Sevgi Əlizadə, Mədəniyyət xəbərləri.